Salam hörmətli tələbələr və riyaziyyat həvəskarları. Mən Ülfət müəllim Şıxəliyev. Bu günlərdə maraqlı bir video ilə qarşınızdayım. Bu günləri yanımda 2 tələbəm var. Səsləri düşəcək. Biri Yusifdir, biri Nübardır. Və biz bu günləri ədədi sehir 2-ni çəkəcəyik onlarla birlikdə. Və belə bir sual verirəm Yusifə. Yusif, beynində hər hansı bir rəqəmləri müxtəlif 2 rəqəmi ədəddir. Tuttum. Aha. İndi burada təkliklər və onluqların yerini dəyiş. Dəyişdim. Dəyişdin, əla Yusif. Yusif, indi burada böyük ədəddən kiçik ədədə çıx. Çıxdım. Çıxdın. Aldığın fərq. Bildin nə aldığın fərqi? Bəli. İndi bu fərqdə təkliklər mərtəbəsində duran rəqəm neçədir? 4. Aha. Baxın, Yusif dedi ki, təkliklər mərtəbəsində duran rəqəm 4-dür. Və biz bunu bildiyimizə görə, mən artıq Yusifin aldığı fərqi sizə deyə bilərəm. Yusif, aldığın fərq 54 idimi? Bəli. Aha. Deməli, biz bunun hiləsini tətbiqini öyrəndik. İndi Nübardan soruşaq. Nübar, zəhmət olmasa sən buyur, mikrofonu saxla. Nübar, bindi bir şeyimi də tut. Tuttum. Aferin xanım. İndi sən də onların yerlərini dəyiş. Dəyişdim. Dəyişdin. Böyüdən kiçik çıxar xanım. Çıxdım. Nə oldu? Aldım edəmə nə oldu? Görsün mən də bəzən çaşıram. Təklərə mərtəbəsən 2 rəqəm nə oldu? 5. 5. Onda sənin aldığın fərq 45 oldu. Bəli. Aha. İndi gəlin uşaqlar. Bunun sirrini mən indi tələbələrimə burada deyəcəm. Amma sizlər bunun sirrini öyrənmək istəyirsinizsə, mütləq şəkildə kanalımda əyləncəli riyaziyyat başlıqlı 2 videosuna baxa bilərsiniz. Orada bunun izahını tamamilə sizə vermişəm. İşiniz aman olsun, hələlik.